بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الصلاة والسلام على رسول الله الأمين سيدنا ومولانا وطبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم المصطفى محمد صلى الله عليه وآله وسلم وعلى آله المعصومين المكرمين لا سيما الحجة روحي وأرواح العالمين لتراب مقدمه الفداء أما بعد قال الله الحكيم في كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم ومن المؤمنين رجال صدقوا ما عاهدوا الله عليه فمنهم من قضى نحبه ومنهم من ينتظر وما بدلوا تبديلا صدق الله العلي العظيم. Allah Teala və əzadarlığı, öz böyüklüyü, rəhməti, mərhəməti xatirinə bizlərdən âli dərəcədə qəbul eləsin. Allah bizim adımızı İmam Hüseyin əzadarlarının cərgəsində səbt eləsin. Dünyada Hüseynin ziyarətindən, ahirətdə şəfaətindən bizləri binəsib etməsin. Bizdən və bizdən sonra gələn nəsillərimizdən İmam Hüseynə, Peyğəmbər ailəsinə düşman qərar verməsin. Allah vətənimizin, torpağımızın azadlığı, bütövlüyü uğrunda verilən şəhidlərimizi, şəhidlər sərvəri Seyyid-ü Şühəda Əba Abdullah Hüseynlə məşhur eləsin. Neçə gecə Məhərrəm söhbətlərində Kərbəlanın mahiyyəti və Kərbəlaya baxışın önəmi haqqında söhbət elədik. Bugün də Kərbəlanın baş verməsinə səbəb olan amillər haqqında bir-iki kəlmə söhbət inşallah olacaq. Kərbəlada İmam Hüseynin nə qətlə yetirdi? Yadınızda olsa Məhərrəm ili başlananda birinci gecədən bu sözü demişdik ki, bu sualın ətrafında çalışacağıq, müəyyən gecələr söhbət eləyək. Kərbəlada kim İmam Hüseyni qətlə yetirdi bəllidir. Nə İmam Hüseyni qətlə yetirdi? Kim şəxslərdir, nə səbəblərdir? Şəxslər gedib, amma səbəblər hər əsrdə var. Deyirlər İmam Hüseyni 3 səbəb qətlə yetirdi. Bu üçü birləşdi, imamı qətlə yetirdi. Küfür, nifaq və iman zəifliyi. Diqqət edin. Küfür, nifaq və iman zəifliyi. Küfür budur ki, ümumiyyətlə Allahı, Peyğəmbəri, şəriəti, dini hesaba qoymayıb qəbul eləməyən dəstələr. Kərbəlada İmam Hüseynin qanının axıdılmasına birinci səbəbkar bunlardır. Muaviyyə və oğlu Yezid. Lənətullah. Bunlar ümumiyyətlə əslən İslamla əlaqəsi olmayan bir toplumdur bugün, hansı ki onları İslama aid eləyib, onları xəlifə falan, əmirəl-möminin falan vəziyyətdən çıxartmaq istəyənlər ki var. Nə qədər də eləsələr mümkündür, çünki tarixi faktlar onu göstərir ki, bunlar İslamın başına böyük faciələr açıblar. Bunlar nəinki mömin olublar, bunlar heç müsəlman olmayıblar. İmam Hüseyni qətlə yetirən səbəblərin üçü birgələşib, əlbir olub İmam Hüseyni şəhid elədi. Küfür, nifaq yəni ikiyüzlülük. Yəni sözdə bir, içərdə bir, qəlbdə bir, dildə bir, niyyətində bir. Fərqli düşüncədə olan insanlar. Üçüncü dəstə, imanı zəif olan insanlar. Küfür İmam Hüseyni necə qətlə yetirdi? Bu küfürün burada dəxaləti necə idi? iki misal çəkəcəm, bəlli olacaq ki, küfür var idi, yoxsa yox idi. Bəlkə biz bu sözü deyiriksə əsaslandırmalıyıq.
Deyir İmam Həsən əleyhissalam hər şey, hər dediyimizdə qayıtsaq, onu açsaq, izah eləməyə çalışsaq, vaxt çox gedər. İmam Həsən əleyhissalam İmam Hüseynin qardaşıdır, bir Həzrət Əlinin evladıdır, imam idi. Müntəha şərait elə getirdi ki, Muaviyə ilə sülh bağlamalı oldu. Muaviyə ilə sülh sazişi imzaladı. Bu sülhün bəndlərinə baxanda tarixdə var, hər bir bəndini oxuya bilərsiniz. Sülhün ümumiyyətlə mahiyyəti bundan ibarət idi ki, İmam Həsən mədəni formada dedi ki, Muaviyə, mən çəkindim kənara, bu xəlifəli üçün özü öldürmürsən, gəl xəlifə ol. Diqqət edin. İmam Həsən sülhə getdi. Sülhnamə yazıldı və Muaviyə ilə sülh elədi. Muğeyrət ibn Şöbə deyir ki, mən Muaviyə ilə əyləşmişdim. Dedim Muaviyyə ki, day nə istəyirsən? Hər şeyi əldə eləmişsən. İmam Həsənlə sülh bağladın və bu sülh sazişi ilə sənin əmir-əl-müminin xəlifə olmağın təsdiqini tapdı. Daha biraz əhl-i beyti yumuşaq bıraq. Bunlara təzyiqləri, təqibləri biraz azalt. Deyir, bu mənə cavab vermədi. Baxdı, deyir, mənə heç nə demədi. O qədər sustu ki, deyir, ta azan vaxtı yetişdi. Yəni, başqa söhbətə çevirdi, mövzunu dəyişdi, heç bir söz demədi. Deyir, azan başlayan kimi mənə dedi ki, Muğeyrət ibn Şöbə, indi qulaq as. Müəzzin bir başladı azan verməyə. Gəldi, deyir, Peyğəmbərin adına çatanda, ki, azanda Peyğəmbərə şəhadət verilən o hissə var. Deyir, gəldi müəzzin onu deyəndə, dedi Muğeyrət ibn Şöbə. Nə qədər bu ad minarələrdən səslənəcək, mən heç vaxt rahat olmayacaq. Bax, bunların açıq-aşkar niyyətləri bəlli idi. Bunlar İslamı aradan aparmağa, Peyğəmbərin risalətini aradan aparmağa hesablanmış addımlar idi. Və etiraf da edirdilər. Öz yaxın bildiyi insanları bunları etiraf edirdilər. Bu Muaviyə atası və bu da Yezid balası lənətullah aleyhi məcməin deyir, İmam Hüseyin əleyhissalamın mübarək kəsik başını Şama gətirib çatdıranda getirilər Yezidin hüzuruna. Dedilər ki, Əla Həzrət, dediyini elədik, Hüseyini qətlə yetirdik, ailəsini əsir gətirmişik, bu da onun başı. Bir qoydular Yezidin qabağında, dağılsın dünyanı ki, Hüseyin kimi bir şəxsin başın, Yezid kimi pəlid, alçaq bir şəxsin hüzurunda qoydular. Əli əleyhissalamı yandıran sözlərdəndir. Həzrət Əli şikayət edirdi, deyirdi ki, Ət-dəhru ənzələni, 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 hətta yəqul Muaviyə Əli. Dedi, mən Əlini dünya o qədər zülm elədi, o qədər haqqıma girdi, o qədər mənim əzəmətimi kiçiltdi ki, o qədər məni kiçiltdilər ki, insanlar ta gətirdilər adımı Muaviyyənin yanında çəkdilər. Dedilər, Əli və Muaviyyə. Muaviyyə kimdir ki, Əliyə rəqib olsun? Muaviyyə kimdir ki, adı Əlinin adının yanında zikr olsun? Muaviyyə əslən ona layiq dördü, amma bunu eləyən o üçüncü qrup, süst dindarlar, imanı zəif olanlar idi səbəbkar. Qalsın orada söz. Deyir, Yezidin qarşısına getirdilər İmam Hüseynin mübarək başını qoyanda durdu ayağa. Durdu, sevincək halda durdu ayağa. Durdu, deyir, bu sözlər tarixdə yazılıb, Allah bağışlasın bizi, biz bunları dilimizə getiririk. Deyir, əlində çubuq var idi, Xeyzəran. Vurdu, deyir, İmam Hüseynin başına çubuğu belə. Dedi, kaş Bədirdə və Ühudda ölən babalarım, Bədirdə, Ühudda ölən babalarım hamısı kafir idi. Yəni Peyğəmbərin, Həzrəti Əlinin qılıncından keçən adamlar idi. Bunların o zamandan Peyğəmbər və ailəsinə qarşı bir nifrəti var idi, bir kini var idi və fürsət gözləyirlər ki, bu kini, bu acığı çıxsınlar bu ailədə. Bir Yezid İmam Hüseynin başına vurduqca çubuğu, dedi ki, kaş Bədirdəki babalarım görəydi ki, Məhəmməddən necə intiqamımızı aldıq. Görəydilər onlar. Bu da ikinci tarixi fakt sübutdur ki, küfr əhli İmam Hüseyin əleyhissalamın qanını töküb. Müsəlman və mömin yox. Və bir dəstə də vardı nifaq əhli. Küfr, nifaq və iman zəifliyi.
Bir dəstədə vardı dünya malına aldananlar. İmanı var idi, mərifəti var idi, amma az idi. Dünya malı çaşdırdı onu. Oturdu seçim elədi. Hüseyin yoxsa dünya malı? Dedi gəl dünya malını alın. Sonra Hüseyini öldürdüyümə görə tövbə eləyərəm. Allahın da tövbə qapısı həmişə açıqdır. Bu ikinci dəstə. Və üçüncü dəstə bu cinayətdə əli olanlar, imanı zəif olanlar, imanı az olanlar, istəyi, məhəbbəti az olanlar. Biz bu iki dəstədən danışmırıq. Bugün elə bu üçüncü dəstədən danışırıq. İmam Hüseyin Fərəzdəq adlı şairlə, Fərəzdəq şair idi, ədibdir. Yolda İmam Hüseyinlə rastlaşdı. İmam Hüseyin Məkkədən çıxıb Kufə səmtinə gələndə, Fərəzdəq də Kufədən qayıdırdı. Deyir, İmam Hüseyin soruşdu ki, Fərəzdəq, Kufədə vəziyyət necədir? Məni dəvət ediblər, mən ona görə çıxmışam, gedirəm. Fərəzdəq bir cümlə deyib. Deyirlər, elə Kərbəlanı bir cümlə təfsir eləyir. Bir cümlə deyib, şairanə bir cümlə deyib. Hər əsrin insanlarını vəsf eləyir o cümlə. Bilirsiniz nə dedi də? Bilirsiniz. İmam Hüseyin əleyhissalama dedi ki, ağa, deyirsən, məni Kufəlilər dəvət eləyib, çağırıb, düz deyirsən. Səni dəvət eləyiblər. Amma vəziyyət belədir Kufədə. Qulubuhum mə'ək və suyufuhum əleyk. Qəlbləri sənə tərəfdir, qılıncları da sənin üçün qaldırırlar. Yəni, səni sevə-sevə qətlə yetirməyə hazırdılar. Səni çağırdıqları halda öldürməyə də hazırdılar. Bir dəstə insanın imama baxışın düşüncəsini bu cür tənzimləyir bu beyt. Qulubuhum mə'ək və suyufuhum əleyk. Baxın, hər əsrdə bəla budur. Allaha iman gətirən kəslərin birinci ümdə vəzifəsi budur ki, imanlarını yüksətsinlər. Biz namaza başlayanda bir imandaydıq. O iman sabit qala bilmir. Hər birimiz. Mümkündür, bugün imanımız fərqlidir, sabah eniş eləsin, bir gün yüksəlsin, fərq eləmir. İman sabit deyil. İmanın ən qorxulu halı, imansızlıqdan da pis olan halı, zəif olan halıdır. Diqqət eləyin. İmansızlıqdan da, küfürdən də pis, imanın zəif halıdır. Yəni, insan desin ki, mən Allahı qəbul eləmişəm, Peyğəmbəri qəbul eləmişəm, bu mənə elə bəs eləyir. Bundan artıq mən hiss eləyə bilmərəm. Hiss də etmək istəməyəm. Heç bir işdə görməyəm. Bu çox qorxulu haldır. Quran deyir, bəzi insanlar dildə Allah'a qəbul eləyiblər. Allah bunların həyatının heç bir yanında görsənmir. Məsələn, Quran-ı Kərim Hucurat surəsi 14-cü ayda buyurur, Qalətil ərabu amənna. Necə ki, bir zaman bir dəstə ərəb peyğəmbəri dedi ki, biz də iman getirmişik, biz də möminik. Qul, peyğəmbər onlara denən, zəhmət çəksinlər, bilsinlər. Ləm tu'minu. Onlar iman getirməyiblər. Və lakin qulu əsləmna. Desinlər, İslam getirmişik. Hərsən bu sözü heç işlətmir. Var müsəlman, var mömin. Mömin, imanı kamil olan şəxsdir. Müsəlman, hər hansı bir məqsəd üçün olmuş olsa belə, La ilahə illallah, Muhammed Rasulullah deyən kəsdir. Sözdə bu sözü kim desə, dilinə getirsə bu kəlmə şəhadəti, deyirik də kəlmə-i şəhadət. Şəhadətin. 2 dənə şəhadətdir. Kimin dilinə gəlsə oldu müsəlman. Çoxları bu sözü deməklə kifayətlənib. Onun müsəlmanlığını göstərən heç bir şey yoxdur. Nə toyunda, nə ad günündə, nə yasında, nə işində, nə ailəsində, nə alverində, nə dostla münasibətində Allahın rəngi, iyi, ətri hiss olunur. Yaxşı, bunlar ki, iddia edirdilər, biz iman getirmişik. Cavab oldu ki, siz iman getirməmişsiniz. Bəs iman nədir? Necə deyə bilərik ki, iman getirmişik? Allah özü buyurur. Buyurur, vələmmâ yədxulul imanu fi qulubikum. İman hələ qəlblərinizə daxil olmuyor.
İslam dildədir, iman qəlbdədir. İslam dildədir. Bir nəfər dili ilə kəlmə şəhadət getirdi, məsələsi bitdi. Amma bu hələ onun yaxşı olmasına dəlalət eləmir. Bu onun azmayacağına dəlalət eləmir. Bu onun fəsad eləməyəcəyinə dəlalət eləmir. Bu birinci dəstə. Sözdə Allahı qəbul edib, əməldə heç bir şey görməzsən. İkinci dəstə, imanı var, o imanı qəlbinə sala bilib, amma yalnız müəyyən zaman və məkanlarda mömin ola bilir. Qulaq asın. Məsələn, Məhərrəmidə olur mömin. Ramazan ayında olur mömin. Məscidə gələndə olur mömin. Amma alıver eləyəndə cahildən də pis rəftar eləyir. Yalan danışmaq, mənafeyinə, məqsədinə çatmaq üçün Allaha inanmayandan da pis rəftar eləyir. Allaha inanmayandan daha çox and içir. Bunlar dini özünə alət eləyən insanlar adlanır. وَمِنَ النَّاسِ مَنْ يَعْبُدُ اللّٰهَ عَلَى حَرْفٍ İnsanlardan bir dəstəsi Allaha söz üstündə iman getirib. Bir tərəfli iman getirib. Ay Allah necə iman getirib? Buyurur, فَاِنْ أَصَابَهُ خَيْرٍ تَمَنَّ بِهِ Ona bir yaxşılığımız toxunanda rahatçılığa çatır. Namazları, orucları, hər şey yerindədir. Və in əsabəthu fitnətun İndi biz gəlirik sizi, Quran başqa yerdə deyir ki, biz sizi baş-başına bıraxmamışıq ki, biz sizi imtihana salırıq, çətinliklərə salırıq, aclığa salırıq, yoxsulluğa salırıq, xəstəliklərlə, malla, dövlətlə, canla sizi imtihan eləyirik ki, sizi müəyyən eləyək ki, kimdir düz danışanınız, kimdir Allaha iman getirəniniz. Biz siz iman getirdik deyib, biz sizi azad bıraxmamışıq, biz sizi yoxlayırıq, həyatın sınaqlarına salırıq. Deyir ki, sözdə Allaha iman getirənlər o kəsdir ki, yaxşılıq onlara üz verəndə olurlar Allahın adamı, Allaha təriflər yağdırırlar. Elə ki, başlarına bir müsibət gəlir, inqələbə ələ vəcihi, üzlərin çevirirlər Allahdan. Allahla sanki ədavətli olmuş kimi rəftar edirlər. Buyurur ki, xəsərət dünya və l-axirə. Bu imanla yiyələnən hər bir kəs dünyada da bədbəxtdir, axirətdə də bədbəxtdir. Bir adamın ki, imanı fəsilə bənzəyir, yaz, yay, payız, qış fəsilinə bənzəyir. Fəsildə də biraz yağış yağdırır, müəyyən gündən sonra biraz hava soyur, o yağış qara çevirir. Sonra yavaş-yavaş o qarı buzları əridir, başlayır, gün çıxır, ağacın çiçəyi açır. Bəzi iman sahibləri belədir, haldan hala dəyişir. Hadisələr bunu dəyişir. Bu hal birinciyə nisbət biraz yaxşıdırsa, amma bu da çox təhlükəlidir. Çox təhlükəlidir. Və üçüncü dəstə, Allahın istədiyi dəstə, Peyğəmbərin istədiyi dəstə, imama kömək eləyən dəstə, o kəslərdilər ki, iman getiriblər və bu imanlar qəlblərində yəqinlik həddindədir və əməlləri ilə də bunu həyatlarının bütün sahələrində sübut edirlər. Onlar imanı təkcə saqqalında, köynəyi uzun giyməsində ya başına hicab taxmasında göstərmirlər. Danışığında da imanlı olduğunu bildirirlər, rəftarında da imanlı olduğunu bildirirlər, alver eləyəndə də imanlı olduğunu bildirirlər. Birinə vədə verəndə də imanlı olduğunu bildirirlər, məsələ bəllidir. Xoşbəxt o kəsdir, o dəstələrdir ki, imanı həyatının harasından baxsan görsənsin. İmanı o qədər yüksəldəsən, o qədər ucaldasan ki, hər yandan baxanda desinlər, bu imanlı adamdır. İmanlı adamlının mənası nədir bilirsiniz? İman, əmniyyət sözündəndir. Əmniyyət. Məsələn, müsəlmana deyirəm, mömin. İman qəlbə girsə adam olur mömin. Mömin nədir? Yəni, bu şəxsin dilindən, əlindən hər kəs amandadır. Yəni, bu şəxsdən başqalarına zərər getməz. İman budur ki, qarşı tərəfə əmniyyət verirəm, rahatçılıq verirəm. İmam Hüseyin əleyhissalamın
Kərbəlada qətlinə səbəb olan dəstələr ikinci dəstədir. Burada sadaladığımız ikinci dəstədir. Və birinci, ikinci dəstələrdir. Sözdə qəbul eləmişdilər. Hər şey rahat idi, İmam Hüseyni istəyirdilər. Kufəllər vəziyyət əla idi, İmam Hüseyni istəyirlər. Sabitlik idi, sakitçilik idi. Bütün məscidlərdən azan səsi gəlirdi. Bütün məscidlərdə cümə günü namaz qılınırdı. Cəmaət gedirdi, gəlirdi. Böhran vəziyyəti yox idi, hamı İmam Hüseyni istəyirdi. Elə ki, böhran vəziyyəti yarandı, o gecələrdə dedim, İmam Hüseyin əleyhissalam buyurur ki, "Ən-nasu abidud dünya", insanlar dünyanın quluna çevrilib, "Əd-dinu la'iqun ala alsinatihim", din ağızlarında bir sözdür, danışırlar, istifadə edirlər. "Fəiza muhhisu bil bəla qəlləd dəyyanun". Elə ki, bəla çətinlik ortaya çıxdı, həqiqi dindarlar azalar. Allah bizi o qorxulu məqamdan qorusun. O qorxulu imandan hifz eləsin. Vəzifəmiz nədir? Vəzifəmiz budur ki, biz imanımızın artması üçün əlimizdən gələni eləməliyik. İmam Hüseyin məclisinin bir faydası da imanımızı artırmasıdır. Biz başa düşürük ki, tarixdə bir hadisə baş verir. Bu hadisənin qurbanları, səbəbkarları imanı süst olan insanlardır. İndi bu söz qulaqlarımızda səslənəndə necə narahatçılığımız olmasın? Necə narahat olmayasan? Biz demirik ki, İmam Hüseyni qeyri-müsəlman qətlə yetirib. İmam Hüseyni namaz qılan qətlə yetirib. Neydi o namazının qüsuru? İmam Hüseyni oruç tutan qətlə yetirib. Onun orucunun qüsuru neydi? Şir lənətullah aleyh 20 dəfə səhv etməmsə, 20 dəfə həccə piyada getmişdi. İmam Hüseynin başını kəsdi. Bax, qorxulu budur. Əməllərə köklənir, imanı unuduruq. Elə bilirik ki, bu əməllər bizi bitirdi, tamamladı. Yox, elə o namaz da onun üçündür ki, imanı artırsın. Bütün İslamın vacibləri budur ki, Allaha içərdə olan bağlılığı gücləndirsin. Və gücləndikcə ehtiyac yaranır güclənməsinə. Quran-ı Kərim buyurur, İza tuliyət aleyhim ayatuhu zadəthum imanən. Quranı niyə deyirəm sizə oxuyun? Niyə Allah deyir, Quran oxunan zaman sakit qalın, susun, qulaq asın? Niyə? Bir möminlər o kəsdir ki, onlara Quran ayələri oxunduğu zaman zadəthum imanən, imanları artar. Namaz qıldıqları zaman imanları artar. Oruç tutun, buna görə ki, imanı uzartsın. Həccə gedin, buna görə ki, imanı uzartsın. Hüseyin məclisində iştirak edirik, buna görə ki, imanımız artsın. Yoxsa iman artmasa, bizim bu balaca imanımız başımıza çox bəlalar aça biləcək. Çox qorxuludur, çox təhlükəlidir. Və məhəbbət də belədir. Məhəbbət də belədir. Məhəbbət imanın yanında güclüdür. İmansızın qəlbindəki məhəbbətin dəyəri yoxdur. İmam Hüseynin imansız sevənlərin heç bir İmam Hüseynə kömək eləyə bilmədi. Hətta bəziləri gəldilər İmam Hüseyndən Kərbəlaya qədər çatdılar da, neçə gecə orada qalsalar da, imanları zəif olanlar dözə bilmədilər. Dözə bilmədilər, çıxdılar, getdilər. Min bir bəhanə gətirdilər. Min bir bəhanə gətirdilər. Amma iman olsa, o məhəbbət də kök sala bilir. İman olsa, o məhəbbət vadar edir insanı o işləri görməyə. Vadar edir imamını müdafiə eləməyə. Vadar edir imamın yolunda hər şeyindən keçməyə. Allah rəhmət eləsin, Kərbəla şəhidlərinin, o dəfə dedim, ən imkanlısı, ən pullusu, ən zəngini Züheyr ibn Qeyn idi. Züheyr pullu kişi idi. İmam Hüseyndən qaçırdı. Qaçırdı İmam Hüseyin, bilirdi İmam Hüseyin məsələn yol boyu Məkkədən bir yerdə çıxmışdılar. Amma baxırdı. İmam Hüseyin məsələn bu tərəfdə, bu istiqamətdə xeymə qurub bu gün qalır, sabah hərəkət eləyəcək, gedir diyor məsələn 5 kilometr o tərəfdə xeymə qururdu ki, İmam Hüseyinlə görüşməsin. Amma imanı var idi. İmanı var idi, balaca bir dənə bunu oyatmaq lazım idi. Mənzillərin birində çox uzaq düşə bilmədi. İmam Hüseyin baxdı, dedi gedin Züheyrin xeyməsidir. İmam Hüseyin müştəridir, baxır, kimə hidayətə layiqdir, hidayət eləyirdi. Demirdi, o məndən qaçır için, mən dünəndən onu tanımıram. Bilirdi, qaçır ondan. Dedi, o Züheyrin xeyməsidir, gedin deyin, Hüseyin səni çağırır. Bu da çörək yiyir, yoldaşı yanında.
Gördü ki, bir nəfər çağırır, Züheyr çıxdı, dedi, nə məsələdir? Dedi, Hüseyin səni çağırır. Gəldi, oturdu, deyir. Əlini çəkdi süfrədən, başladı fikrə getməyə. Xanıma dedi ki, nə fikirləşirsən? Peyğəmbərin balası səni çağırır, getmirsən? Dinmədi. Dedi, qiyamət günü Peyğəmbərin üzünə necə baxacaq? Getmirsən? Durdu dirağa, getdi, girdi İmam Hüseynin xeyməsinə. Tarixdə yazılmayıb İmam Hüseyinlə o nə danışdı? Çünki üçüncü adam orada olmayıb. Amma deyir, Züheyr çıxdı xeymədən, o Züheyr dördü. Gəldi, deyir, girdi içəriyə, yoldaşına dedi ki, səni azad elədim. Sənin talağı verdim. Və nə qədər malın, mülkün var, hamısını sənə bağışladım. Mən getmirəm, mən bu çöldə qalıram. Sən get, o mal, o mülk hamısı sənin. Bu xanım da zirək, düşüncəli, dərrakəli xanım idi. Dedi, Züheyr, məni alladma. Mən bilirəm ki, sən malı, mülkü nə qədər çox istəyirsən. Onu əldə eləmək üçün nə qədər əziyyətlər çəkmirsən. Sən malından, mülkündən bu sadəliklə keçə bilməzsən, mənə də görüm nə baş verir. Deyir, dedi xanım, bu çöldə elə bir şey tapmışam ki, mal, mülkü ona qurban eləmək azdır, ona canı da gərək qurban eləyəsən. Elə bir şey tapdım ki mən, ona mal, mülk nədir, canı da qurban eləsən azdır. Xanım bildi bu hardan deyir, məsələ məlum oldu, tutdu əlindən, dedi ki, bura bax, mən də istəməm. O malı ki, sən mənə bağışlayırsan, ondan sən imtina edirsən, nə edirəm o malı? Onun dəyəri olsaydı, sən ondan imtina eləməzdin ki. Mənim başıma ondan alladma. Sən mənə söz ver, qiyamətdə Hüseyin sənə nə versə, məni də şərik eləyəcəksən. Hüseyin sənə nə versə qiyamətdə, mənə də oradan verəcəksən. Mal mülkü mən də istəmirəm. Bax, iman məhəbbətlə olanda, məhəbbət imanın yanında olanda gəlir adam doğru seçim elətdirir, gəlir adama doğru baxdırır, gəlir adama doğru düşündürür və qəbul elədi, gəldi o yerə yetişdi. O sonluğu da, aqibəti də gözəlliklə tamamlandı. İman zəifliyi, məhəbbət, bunların ikisi də lazımı hətta olmasa insan üçün təhlükəlidir. Bir məhəbbətdən istəyirəm danışım. Çoxları gözləyirdi bu zikri müsibəti, bu gecələrdə danışırıq. İmam Hüseynə bir aşiq olan var, bir məhəbbəti olan var ki, onun misli, bərabəri yoxdur. O şəxs qədər Hüseyni heç kəs sevə bilməyib. O Həzrəti Zeynəbdir, müsibətlər anasıdır, Ummul Məsaibdir, yetimlər başçısıdır. Yetimlərə nəvaziş eləyəndir, Hüseynin yetimlərini qoruyandır. Qəmdən qocalan Zeynəbdir, qəddi cavan yaşında əyilən Zeynəbdir. Dünyaya gələn günü deyir, getirdilər, Peyğəmbərin qucağına verdilər. Görürlər, Həzrət Zeynəb gözləri bağlıdır. Düşündülər ki, deyəsən gözdən məhrumdur bu dünyaya, bu cür gəlib. Həzrət Əlinin qucağına verdilər, gözlərini asmadı. Deyirlər, Həzrət Zəhranın qucağında gözünü asmadı. Elə ki, İmam Hüseynin qucağına verdilər, deyir, gözlərini açdı İmam Hüseynin qucağında. Bir ayrı məhəbbəti var idi. Uşaqlığından İmam Hüseyin əleyhissalamın yanında idi. Çox istəyirdi İmam Hüseyni, bir dəqiqə ondan ayrılmırdı. Ta o yaşa çatdı ki, evlənmək vaxtıdır, deyir Həzrəti Zeynəbin. Bir ata elçi düşüblər qızına, Həzrət Əli əleyhissalamın elçi düşüblər qızına. Şərtinə baxın. Dedi, Abdullah, qızımı sənə verirəm, amma bir şərtim var. Səndən dünya malından heç nə istəmirəm. Demirəm Zeynəbə bunu al, bunu al, bunu al. Heç nə də vədi istəmirəm verəsən. Amma bir dənə şərtim var səndən. Zeynəbi Hüseyndən ayırmayacaqsın. Zeynəb haçan istəsə, qadın ərinin icazəsi olmadan evdən çölə çıxa bilməz. Hətta öz qohumuna belə baş çəkməyə gedə bilməz. Amma bu izni əvvəldən səndən alıram. Zeynəb Hüseyni nə vaxt görmək istəsə, o gedəcək Hüseyni görəcək. Bir və birdən Hüseynin qarşıda bir səfəri olacaq, bir bəlalı səfəri olacaq. Orada da icazə verəsən gerək Zeynəb Hüseyndən getsin. Qəbul elədi, Abdullah evləndi. Bir İmam Hüseyin, Həzrəti Zeynəb neçə gündür gəlin gedmişdi, deyir, dayanır qapının ağzında, getmək istəyir. Həzrəti Zeynəbi görməyə. Bir Fizzəni göndərdilər. Fizzə de getdi, tez qayıtdı. Fizzə tez qayıdanda Həzrət Əli soruşdu, Fizzə, nəsə olub?
Dedi ki, necə Hüseyni görürsən burada boynu çiynində dayanıb, Zeynəb də orada boynu çiynində dayanıb. Zeynəb deyir, neçə gündür Hüseyni görə bilmirəm, darıxıram. Atam Əliyə deyilən Hüseyni göndərsin məni görməyə. İmam Hüseyin ağa deyir, gəldi, deyir, girdi içəriyə, gördü xanım Zeynəb ibadət elədiyi yerdə üstünə gün düşən halda mürgülüyüb, yuxuya gedib. Deyir, gəldi, deyir, dayandı, qıymadı bacısını oyadmağa. Əbasını deyir, çıxartdı əynindən, deyir, dayandı günün qabağında. Dayandı günün qabağında, dedi, qoy bacıma gün düşməsin. Həzrəti Zeynəb deyir, gözünü açanda gördü bu səhnəni. Dedi, Hüseyin, ömrüm ola, borcum olsun, bir yaxşılığın əvəzini çıxım səndən. Kərbəlada deyir, Məhərrəmin 11-ci günü idi, deyir, əsirləri istəyirlər, aparalar. Həzrəti Zeynəb gəldi, gördü Hüseynin cənazəsi qalıb günün altında. Dedi, Hüseyin, sənə borcum var idi. Amma mənim bir kəfənim yoxdur əynimdə, mənim bir əbam yoxdur əynimdə ki, günün qabağında dayanım, deyir. Amma bir dənə peykərim var, bir dənə vücudum var, bir dənə qəddi əyilmiş cismim var, onunla dayana bilərəm günün qabağında, kölgə sala bilərəm sənin üstü. Həzrəti Zeynəbin məhəbbəti o qədər çox idi, Kərbəla hadisəsindən sonra çox az sayılı günləri yaşayıb demək olar. Kərbəladan sonra, əsirlikdən qayıtlarından sonra gəldilər Şamda yaşadılar. Gəldilər Şamda yaşadılar. Deyir, Abdullah həyat yoldaşı deyir ki, axır saatları idi, deyir, gördüm məni çağırdı, evdədir, deyir, uzanıb, axır saatlarıdır. Deyir, dedi ki, Abdullah səndən bir xahişim var, mənim yatağımı apar, həyətdə günün altında sal. Dedim, xanım, niyə? Dedi, istəyirəm qardaşım Hüseyin kimi, mən də günün altında can verim. Qoy dünya bilsin ki, 7 qardaşı olan Zeynəb bu günləri adamsız tək dünyadan köçür. Deyir, gəldilər, bunun yerini saldılar, sözünə xanımın əməl elədilər. Deyir, getirdilər qüsulxanaya, gördülər, əlləri sinəsində qalıb. Getirdilər qüsulxanaya, əllərin sinəsindən açmaq istəyəndə gördülər ki, İmam Hüseynin qanlı köynəyini yapışdırıb sinəsini, o halda dünyadan köçür. Səyələmullezine zələmu ayyamun qalabin yənqalibun, nəsəlükəllahumə və nəd'uk, bismikəl azimil əzəm, ələ əzzələ cəlləl əkrəm və bil Hüseyni məzlum, ya Allah, 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 ya Allah. İlahi dərgahına uzanan əlləri, bu günah dolu əllərimizi sinələrimizə naümid qaytarma. Allaha and verdiyi rəhmi və mərhəməti və izzət və cəlalıva və əzadarlığı bu Məhərrəm səfər ayını ömrümüzə, həyatımıza sonuncu əzadarlıq qərar vermə. Bizdən və bizdən sonra gələn nəsillərimizdən Peyğəmbər və Əhl-i Beytinə düşman qərar vermə. Hacəti olanların, istəci olanların hacət və istəklərin rəva elə. Qəriblikdə, qürbətdə olanları, əskərlikdə, əsirlikdə olanları sağ-salamat ailələrinə qovuşdur. Övladı olmayan bacı qardaşlarımıza Əhl-i Beyt hörmətinə salih övladlar nəsib elə. Hal-i həyatda yaşayan ata-analarımızın ömrünə bərəkət inayət elə. Dünyasında yaşayan valideynlərimizi qəriq rəhmət vasili cənnət elə. Bizləri dünya və axirətdə Peyğəmbər Əhl-i Beytindən ayrı salma cinən. İlahiyyatdan çıxan duaları barəmizdə müstəcab elə. İltiması dua olunan duaları barəmizdə müstəcab elə. Bir əziz qardaşımızın həyat yoldaşı sabah əməliyyat olacaq, iltiması dua deyib, o bacımıza tezliklə şifayı acil inayət elə. Allah and veririk Muhammed Ali Muhammed hörmətinə, İmam-ı zamanımızı bizlərdən razı elə. Ağamızın dualarını halımıza şamil elə. Həzrətin zuhurunda günü-gündən saat və saat təcil qərar ver. Kərbəla şəhidləri, vətən uğrunda verilən şəhidlərimiz, boynumuzda haqqı olan üləma, füzəla, süləha, şühəda, Muhammed və Ali Muhammedə salavat hədiyyə edir.